Etiraf eləməyə vaxtıdır. Mən qorxaq biriyəm. 4 yaşım olanda İATA təşkilatında beynəlxalq məzun proqramına qəbul almışdım. Bu proqram Cenevrədə keçiriləcəkdi. 12 ay ərzində mən İATA təşkilatında işləyəcəkdim. Amma evdəkilər o qədər də buna razı olmadılar. Mənə dedilər ki, tək başına orada nə edəcəksən? Başqa iş gələr, bilmək olmaz. Qız uşağının tək başına xaricdə nə işi var? Yadıma gəlir ki, əslində o vaxt evdəkilərə qarşı belə bir hiss var idi ki, məni qoymadınız getməyə. Siz məni qoymadınız getməyə. Amma çox gözəl sonra anladım. Mən istəsəydim, mən desəydim, dirəşsəydim ki, yox, mən gedirəm. Məndə alınacaq. Axır əvvəl məni buraxacaqlar. Mən özüm də o qədər qorxdum ki, tək başına getmək, xarici ölkədə işləmək, bunlar hamısı mənə o qədər uzaq, ağır bir yük kimi gəldi ki, mən bu şansı əlimdən buraxdım. Bir ay keçmədi ki, içimdə böyük bir peşmanlıq yarandı. Əlbəttə, indi oturub başa düşürəm ki, sən hazır olmayanda nə qədər hər şey gözəl, qəşəng sənin qarşıva qoyulsa da, sən həmən yola girə bilmirsən. Deyirlər, hər şeyin bir vaxtı var. Məncə bu cümlə düzgün deyil. Hər bir şeyə insanın hazır olma vaxtı var. Bəzən qarşımızda o qədər rahat yol olur ki, biz o yolu gedə bilmirik, çətinlik çəkirik. Çünki biz o yolu getməyə hazır deyilik. Bəzən elə çətin bir yol olur ki, amma tap o yolu rahat bir şəkildə bir Schumacher kimi keçib gedirik. Ona görə demək istəyirəm ki, sən nəyəsə bu dəqiqə hazır deyilsənsə eləməyə, özünün qorxaq, özünün çarəsiz və yaxud da bacarıqsız olduğunu düşünmə. Hamımız o yoldan keçmişik. Hamımız o çətinlikləri, şübhələri, qorxuları yaşamışıq. Vaxtı gələndə özünü hazır